Salam əziz şagirdlər, bugün Azərbaycan tarixindən 6-cı dərsimizi keçəcəyik. Dərsimizin adı isə Albaniya dövlətidir. İndi isə başlayaq dərsimizə. Bilirsiniz ki, Makedoniya İsgəndərin ölümündən sonra onun imperiyası parçalandı və bu parçalanma nəticəsində Azərbaycanda da bir sıra dövlətlər meydana gəldi. Bu dövlətlərdən biri eramızdan əvvəl 321-ci ildə Azərbaycanın cənubunda yaranmış Atropatena dövlətidir. Digər dövlət isə eramızdan əvvəl 4-cü əsrin sonunda Azərbaycanın şimalında yaranmış Albaniya dövlətidir. Eramızdan əvvəl 4-cü əsrin sonunda. 4-cü əsrin sonunda Azərbaycanın şimalında yaranmışdır. Bu dövlət bizim İranın 705-ci ilinə qədər mövcud olmuşdur və Azərbaycan ərazisində yaranmış ən uzun ömürlü dövlətimiz hesab olunur. Eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Azərbaycanın şimal ərazisi İskit dövlətinin tərkibində idi və İskit dövləti Cənubi Qafqaz ərazisində meydana gəlmiş ilk dövlətlərdən biri hesab olunurdu. Herodot yazırdı ki, heyvandarlıqla məşğul olan İskitlər özlərini Skolati adlandırırdılar. Skolati adlandırırdılar. Bu söz İskit dilinə tərcümədə Sak elatı deməkdir. Sak elatı. Və eramızdan əvvəl 590-cı ildə İskit dövləti Midiya dövləti tərəfindən süquta uğradıldıqdan sonra Azərbaycanın şimal ərazisi keçdi Midiya dövləti tərkibinə. Daha sonra Midiya dövlətinin varlığına Əhəmənilər son qoydu. Əhəmənilərin də varlığına Makedoniya İskəndər son qoydu. Və İskəndər dövləti dağıldıqdan sonra Azərbaycanın şimal ərazisində Albaniya dövləti yarandı. Və beləliklə Albaniya qədim dövlətçilik ənənələri baxımından İskitlərin varisi hesab olunur. Və Albaniya dövlətinin paytaxtı Qəbələ şəhəri olmuşdur. Qəbələ şəhəri. Albaniya dövlətinin ərazisi bir sıra vilayətlərə bölündü və vilayətləri isə hakimlər idarə edirdilər. Həmin o hakimlər, vilayət hakimləri müharibə zamanı hökmdarın çağırışına əsasən qoşunları ilə hökmdarın ordusunda yer alırdılar. Albaniya dövləti işğalçı dövlət olmamışdı və heç vaxt qonşu dövlətlərin ərazisinə hücum etməmişdir. Ona görə də Albaniyanın ərazisinə əsirlər, qullar gətirilmirdi. Albaniyanın özü quldar dövləti olsa da, Albaniyada quldarlıq həmin o şərq xalqlarındakı, şərq dövlətlərindəki quldarlıq kimi geniş inkişaf etməmişdi. Yəni zəif inkişaf etmişdi Albaniyada quldarlıq. Və Albaniya dövlətində əhali ictimai vəziyyətinə görə 3 qrupa bölünürdü. Əvvəllər 4 idi, indi 3 eliblər. Albaniyada əhali 3 qrupa bölünürdü. 3 təbəqəyə bölünürdü. Birinci təbəqəyə daxilidir hökmdar. Hökmdar. Albaniyada əhalinin ictimai vəziyyətinə görə bölündüyü təbəqə. Albaniyada birinci təbəqə hökmdar, ikinci təbəqəyə din xadimləri, hərbçilər və vilayət hakimləri. Bu ikinci təbəqədir. Üçüncü təbəqəyə isə uşaqlar, kəndlilər, sənətkarlar və tacirlər daxilidir. Sənətkarlar və tacirlər. Albaniyada əhalinin bölündüyü təbəqələr. Birinci təbəqəyə hökmdar, ikinci təbəqəyə din xadimləri, hərbçilər, vilayət hakimləri, üçüncü təbəqəyə isə kəndlilər, sənətkarlar və tacirlər daxil idi. Albaniya dövləti, uşaqlar, Albaniya dövlətinin ərazisi şimalda Qafqaz dağları, cənubda Atropatena, şərqdə Xəzər dənizi, qərbdə isə Göyçə gölünə qədər əraziləri əhatə edirdi. Şimalda Qafqaz dağları, cənubda Atropatena, şərqdə Xəzər dənizi, qərbdə isə Göyçə gölü və Alazan Qanı çayına qədər olan əraziləri əhatə edirdi. Və Albaniya dövlətinin ərazisinə bugünkü Azərbaycan, yəni müasir Azərbaycan, müasir Ermənistan, Dağıstanın cənubu və Gürcüstanın Alazan Qanı çayına qədər olan əraziləri daxil edir. Müasir Azərbaycan, müasir Ermənistan, Dağıstanın cənubu və Gürcüstanın Alazan Qanı çayına qədər olan əraziləri daxil edir. Albanlar 26 dildə danışan tayfalardan ibarət olmuşdur və Albaniya ərazisində yaşayan tayfaları bir-bir qeyd edək. Albanlar 26 dildə danışan tayfalardan ibarət olmuş və bu tayfalardan Leqlər, Kaspilər, Kadusilər, Amartlar, Utilər, Qarqarlar, İskitlər, Albanların adlarını qeyd edə bilərik. Albaniyada yaşayan tayfalar bunlar. Leqlər, Kaspilər, Kadusilər, Amartlar, Utilər, Qarqarlar, İskitlər, Albanlar. Həmin bu Kaspi və Kadusi tayfaları uşaqlar həm Albaniyada yaşayıblar, həm də Atropatenada yaşayıblar. Hal-hazırda həmin bu Alban dilli tayfaların nəsillərindən bugün Azərbaycan rayonunun bir sıra bölgələrində də yaşayırlar. Bunlardan Qəbələ rayonunun Nic kəndində Udinləri,
Qəbələ rayonunun İskədə Udinləri Quba rayonunun, Qubanın Xınalıq kəndində Xınalıqları, sonra Qubanın Buduq kəndində Buduqları misal göstərmək olar. Hal-hazırda Alban dili tayfaların nəsillərindən Qəbələ rayonunun İskəndə Udinlər, Quba rayonunun Xınalıq kəndində Xınalıqlar, Buduq kəndində Buduqlar da yaşayırdı. Bundan başqa Saxurlar, Azərbaycan ərazisində hal-hazırda Saxurlar, İngiloylar, Qırızlar, Ceklər kimi qədim Alban dili tayfaların nəsillərdə yaşamaqda davam edir. Saxurlar, İngiloylar, Qırızlar, Ceklər və başqaları. Sonra Albaniya dövlətinin ərazisində uşaqlar bir sıra vilayətlər var idi. Bu vilayətlərdən biz Kambisena, Çola, Kaspiyana vilayətlərini qeyd edə bilərik. Kaspiyana, sonra daha sonra Uti vilayətində qeyd edə bilərik. Lipina vilayətində qeyd edə bilərik. Yəni Albaniyada bu kimi vilayətlər var idi. Kambisena vilayəti Albaniyanın şimal-qərbində yerləşirdi. Şimal-qərbində, Çola vilayəti isə şimal-şərqində yerləşirdi. Şimal-şərqində yerləşirdi. Kaspiyana vilayəti isə uşaqlar Albaniyanın Atropatena ilə sərhədində yerləşirdi. Atropatena ilə sərhədində yerləşirdi. Həmin bu Kaspiyana vilayətində Kaspi tayfaları yaşayırdı. Bayaq qeyd etdiyimiz kimi həmin bu tayfalar, Kaspi tayfaları həm Atropatenada, həm də Albaniyada yerləşirdi. Sonra Strabon öz əsərində Albaniya paytaxtı Qəbələ ilə yanaşı, onun Uti vilayətində yerləşən Ayniana və Anariaka şəhərlərində adlarını çəkmişdir. Strabon öz əsərində Albaniyanın Uti vilayətində Ayniana və Anariaka şəhərlərinin adlarını çəkmişdir. Anariaka şəhərlərinin adlarını çəkmişdir. Klavdi Ptolomey isə coğrafiyaçı Klavdi Ptolomey isə Albaniyanın 29 şəhərinin adını çəkmişdir. Klavdi Ptolomey Albaniyanın 29 şəhərinin adını çəkmişdir və bu şəhərlərin içərisində Qəbələ, Şamaxı və Alban çayı hövzəsində yerləşən Albana şəhərlərinin adlarını qeyd etmişdir. Strabon öz əsərində Albaniyanın Uti vilayətində yerləşən Ayniana və Anarika şəhərlərinin adlarını çəkmişdir. Klavdi Ptolomey Albaniyanın 29 şəhərinin olduğunu qeyd etmişdir və bu şəhərlərin içərisində Qəbələ, Şamaxı və Albana şəhərlərinin adlarını qeyd etmişdir. Plini isə Albaniyanın paytaxtının Qəbələ, Kavalaka şəhəri olduğunu qeyd etmişdir. Qəbələ, Kavalaka şəhəri olduğunu qeyd etmişdir. Bayaq qeyd etdiyimiz kimi Albaniya dedi ki, mərkəzləşdirilmiş dövlətidir. Strabon deyirdi ki, əvvəllər Albaniyada vilayətləri müxtəlif vilayət hakimləri idarə edir. İndi həmin o vilayət hakimləri bir hökmdarın ətrafında birləşib və həmin o vilayət hakimlərinin bir hökmdarın ətrafında birləşib bir hökmdar tərəfindən idarə olunması sübut edir ki, Albaniya mərkəzləşdirilmiş dövlət idi. Sonra biz onu da qeyd edək ki, Alban tarixçisi Musa Kalankatlı Albaniya tarixi adlı əsərində Alban hökmdarlarından danışarkən Sak tayfasına mənsub Aranın adını çəkmişdi. Aran. Alban tarixçisi Musa Kalankatlı Albaniya tarixi əsərində Alban hökmdarlarından danışarkən Sak tayfasına mənsub olan Alban hökmdarı Aranın adını çəkmişdi və ərəblər Albaniyanın varlığına son qoyduqdan sonra Azərbaycanın şimalını Arran adlandırdılar. Ərəblər Albaniya dövlətinin varlığına son qoyduqdan sonra Azərbaycanın şimalını Arran adlandırdılar və həmin bu Arran adı Aran adına uyğun gəlir və deyirlər ki, həmin bu Aran adından götürülür. Arran adı. Bu da belə. Sonra onu qeyd edək ki, Albaniya dövlətində əhali əkinçiliklə, maldarlıqla, duluzçuluq, toxuculuq, metal işləməklə, balıqçılıqla da məşğul olurdular. Və əkinçilikdə süni suvarma sistemindən geniş istifadə olurdu. Arxlar, kanallar qazılırdı və ən böyük süni suvarma sistemlərindən biri Govur arx adlanırdı. Govur arx adlanırdı. Həmin bu Govur arx, uşaqlar, Arat çayından Qarqar çayına qədər olan
mil düzünü suvarırdı. Həmin bu gövraq. Sonra Albaniya dövlətinin ərazisində yaşayan tayfalar balıqçılıqla məşğul idi. Əsasən də Kaspi tayfaları. Bilirsiniz ki, Xəzər dənizinin qədim adlarından biri də Kaspi dənizidir. Həmin bu tayfalar Xəzər dənizi sahilində yaşayırdılar. Bunlar Xəzər dənizində Şişburun adlı balıq tuturdular. Şişburun adlı balığı tuturdular. Onu duzluyurdular və onu dəvələrə mindirirdilər Ekbatan Həmədan şəhərinə. Bugünkü Həmədan şəhərinə göndərirdilər. Bunu da Klavdi Elian demişdi bu haqda. Roma tarixçisi Klavdi Elian qeyd edirdi ki, Xəzər dənizi sahilində yaşayan Kaspi tayfaları dənizdə Şişburun adlı balıqları tutaraq duzluyurdular və onu dəvələrə mindirib Ekbatan şəhərinə aparırdılar. Sonra Albaniyada zəngin yerli filiz yataqlarının olması metallaşdırma sənətinin inkişafına gətirib çıxartmışdı. Bundan başqa Albaniyada dənli bitkilərdən arpa, buğda, darı da becərirdilər. Əsasən arpanı, buğdanı ağacda belə ağac vəllə döyürdülər. Arpanı, buğdanı. Sonra Albaniya ərazisində o dövrdə hökmdarlardı, tayfa başçıları atlar da saxlayırdılar və Qarabağda Albanlara məxsus cins atlar yetişdirilirdi və bundan başqa Ağsu rayonunda yerləşən Nərgiz Arx yaşayış yerindən tunc at qalıqları tapılmışdır. Tunc at qalıqları. Tunc at heykəlləri, qalıqları deyil. Tunc at heykəlləri tapılmışdır. Ağsu rayonunda yerləşən Nərgiz Arx yaşayış məskənindən tunc at heykəlləri tapılmışdır. Sonra Atropaten Albaniyada yaşayan əhali xalça, kilimdə toxuyurdular və bunları qonşu ölkələrə ixrac edirdilər. Albaniyanın atributlarından biri olan möhürlər idi. Albaniyanın atributlarından biri möhürlər idi. Möhürlər uşaqlar dövlətin yaranması ilə meydana gəlmişdi və tuncdan düzəldilmiş bu möhürlər üzük formasında olub barmağa kesilir və bunlar sənətləri hətta möhürləmək üçün də istifadə edirdilər bu möhürdən. Sonra Albaniyada uşaqlar Albaniyada tapılmış ən qədim pullar Makedoniyalı İskəndərin adından kəsilmiş gümüş pullar idi. Və Albaniyaya eramızda 4-cü, 3-cü əsrlərdə başqa ölkələrdən də pullar gətirilirdi. Lakin bu pullar ticarətdə mühüm rol oynamadığına görə, yəni tələbatı ödəmədiyinə görə, həmin o pullar tələbatı ödəyə bilmədiyinə görə Albaniyada eramızdan əvvəl 3-cü əsrin birinci yarısından etibarən Makedoniyalı İskəndərin pullarına oxşar yerli pullar da kəsilməyə başladı. Həmin o yerli pulların kəsilməsi artıq Albaniya güclü bir dövlət olmasını, hökmdar hakimiyyətinin güclənməsini sübut edən amillərdən biridir. Sonra hətta Qəbələdən, Şamaxıdan, Bərdədən, Ağsudan da bir sıra gümüş pul dəfnələri tapılmışdı. Ağsunun Nüydə ərazisindən gümüş pul dəfnələri də tapılmışdı. Sonra Albaniyanın Roma dövləti ilə münasibətlərindən danışaq bir qədər də. Bilirsiniz ki, eramızdan 1-ci əsrdə Romalılar bir neçə dəfə şərq ölkələrə yürüş etmişdilər və Romalıların şərqə yürüş etməkdə iki əsas məqsədi var idi. Birincisi Xəzər dənizi sahillərini tutmaq, ikincisi də ki, Hindistanla Qara dəniz sahillərini birləşdirən mühüm ticarət yolunu ələ keçirməkdir. Bu iki səbəbə görə eramızdan əvvəl 66-cı ildə Roma sərkərdəsi Pompey Albaniyaya yürüş etdi. Roma sərkərdəsi Pompey eramızdan əvvəl 66-cı ildə Albaniyaya yürüş etdi. Dedi ki, Romalıların iki əsas məqsədi nə idi? Xəzər dənizi sahillərini tutmaq və Hindistanı Qara dəniz sahillərini birləşdirən mühüm ticarət yolunu ələ keçirməkdir. Və eramızdan əvvəl 66-cı ildə Roma sərkərdəsi Pompey öz qoşununa Kür çayı sahilə kimi gəlib çıxdı. Bu zaman Alban hökmdarının adı Oroys idi. Alban hökmdarının adı Oroys. Bu xəbəri eşidən Oroys da 40 minlik qoşun yığaraq Kür çayı sahilə gəldi. Və həmin vaxtda Pompey qoşunu 3 istiqamətə yerləşdirmişdi. Birinə özü başçılıq edirdi, digərlərinə isə sərkərdələri Lusiflak və Metelsilə başçılıq edirdi. Oroys qərara gəldi ki, Romalıların hər üst düşərgəsinə eyni vaxtda hücum etsin ki, bir-birinə kömək edə bilməsinlər. Və eramızdan əvvəl 66-cı ildə Kür çayı sahilində Romalılarla Albanlar arasında döyüş baş verdi. Bu döyüşdə Albanlar nə qədər cəhd etsələr də məğlub oldular. Və Roma sərkərdəsi Pompey Oroysla sülh müqaviləsi bağladı. Bu
Bu müqavilənin şərtinə görə Pompey İberiya, yəni Gürcüstana doğru hərəkət etməlidir və Albanlar onları izləməməli idi. Yəni sülhün şərtləri bu idi. Pompey Gürcüstana doğru hərəkət etməlidir və Albanlar da onu izləməməlidir. Və Pompey bundan sonra, bu sülh müqaviləsi bağlanan sonra İberiya doğru hərəkət etdi. Lakin Albanlar qoşunlarını yenidən bərpa edərək onları izləməyə başladılar. Bunu isə Pompey görürdü və ona görə də eramızdan əvvəl 65-ci ildə Qanıt çayı sahilində, bu çayın digər adı da Alazandır. Alazan çayı. Qanıt çayı sahilində Romalılarla Albanlar arasında ikinci dəfə döyüş baş verdi. Bu döyüşdə isə Alban qoşununa Oroysun qardaşı Kozis başçılıq edirdi. Oroysun qardaşı, hökmdar deyildi. Sadəcə Oroysun qardaşı idi. Hökmdar Oroyus idi. Bu döyüşdə Oroysun qardaşı Kozis Alban qoşununa başçılıq edirdi. Həmin bu döyüşdə, birinci döyüşdə, Kür çayı sahilində başlamış döyüşdə Albanların 40 min qoşunu var idi. Bu döyüşdə isə Albanların 72 min qoşunu var idi. Onun 60 min piyada, 12 mini süvaridir. Ancaq Romalıların isə süvari qoşunu az idi. Ona görə Pompey bu döyüşdə hiylə işlətdi. Əvvəlcə Pompey öz kiçik süvari dəstəsini irəliyə çıxartdı. Piyadalara isə əmr etdirdi ki, öz dizlərin üstündə yerdə otursunlar və qalxanları tutaraq yerdə otursunlar. Və Kozis elə bildi ki, Romalıların qoşunları sadəcə bu süvarilərdən ibarətdir və dərhal Roma qoşunun üzərinə hücuma keçdi və belə olan təqdirdə piyadalar qıraqdan çıxaraq Alban qoşunları mühasirəyə alıb qırmağa başladılar. Və hətta bu döyüşdə, Qanıt çayı sahilində baş vermiş bu döyüşdə Alban qoşunları tərkibində qadınlar da vuruşurdular. Və ələ keçirilmiş qənimətlər arasında qadınlar da var idi və həmin o Alban qadınlarının cəsarəti Romalıları heyrətə gətirmişdi. Və sağ qalanlar da meşəyə çəkildilər və Pompeyin əmri ilə meşəyə od vurub yandırdılar. Və bundan sonra Pompey yürüşün təhlükəli olduğunu və yolu çətinliyi nəzərə alaraq şərqə tərəf yürüşdən əl çəkib öz ölkəsinə qayıtdı və əvvəlcə də Oroyusla müqavilə bağlamaq qərarına gəldi. Onu da qeyd edim ki, həmin bu Qanıt çayı sahilindəki döyüşdə Kozis öz mizrağı ilə Pompeyə hücum etdi, lakin Pompeyin əlindəki zirehli paltar onu ölümlə xilas etdi. Cavab zərbəsi ilə Pompey Kozisi ölümcül yaraladı. Və hər iki dövlət arasında eramızdan əvvəl dedi ki, Pompey Oroyusa sülh təklif etdi və onu öz düşərgəsinə çağırdı. Lakin Oroyus Pompey düşərgəsinə getmədi, məktub və qiymətli hədiyyələr göndərərək Pompey ilə sülh müqaviləsi bağladılar. Yəni öz elçisini göndərmişdi. Və bundan sonra Pompey çıxdı, getdi öz ölkəsinə. Və eramızdan əvvəl 36-cı ildə Romalılar yenidən şərqə tərəf hücum etdilər. Bilirsiniz ki, eramızdan əvvəl 36-cı ildə Roma sərkərdəsi Antoni Atropatenaya hücum etdi Fraska şəhərinə və tuta bilmədi, 35 min itki verib geri çəkildi. Həmin o Antoni sərkərdəsi Kanidi isə yəni Roma sərkərdəsi Antoni özü Atropatenaya hücum etdi. Atropatenaya. Tuta bilmədi, yəni Fraska şəhərini tuta bilmədi. Öz sərkərdəsi Kanidin isə İberiyaya və Albaniyaya göndərdi. Bu əraziləri tutmaq üçün. İberiyaya və Albaniyaya göndərdi. Albaniya. Kanidi əvvəlcə İberiyanın özünün asılı vəzifəsinə saldı. Daha sonra isə İberiyadan Albaniyaya keçdi. Bu zaman isə Alban hökmdarının adı Zober idi. Və Zober Romalılardan asılı vəziyyətə düşdü və sonacan Romalara sadiq olacağına söz verdi. Eramızdan 36-cı ildə baş vermiş bu döyüşdə. Bilirsiniz ki, bizim eranın 20-ci ilində Atropatena dövlətinin varlığına Parfiyalılar son qoydu. Və bundan sonra Parfiyalılar Albaniyanın da özlərindən asılı vəzifə salmağa cəhd edirdilər. Bunu görən Albanlar cənubdakı qonşularının hücumundan, Parfiyanın hücumlarından qorunmaq üçün Roma ilə əlaqələri gücləndirdilər. Bizim eranın 1-ci əsrində Roma ilə əlaqələri gücləndirdilər və bizim eranın 1-ci əsrinə aid, yəni ili ilə desək 84-96-cı illərə aid Qobustanda Böyük Daş dağının ətəyində bir daş kitabə tapılmışdı. Romalılara məxsus bir daş kitabə var. Bu daş kitabının üzərində də Roma İmperatoru Domisian haqqında yazılar var idi. İmperator Domisian Sezar Augustus Germanik 12 legionu Centurionu. Belə bir cümlə var. Həmin o sübut edir ki, bu dövrdə Albanlar Roma dövləti, Romanın kiçik bir ordusu Albaniya ərazisinə gəlmişdi.
84-96-cı illərə aid olan Qobustan daş kitabəsi sübut edir. Romalıların Albaniyaya gəlməsini. Qobustan daş kitabəsi. Daha sonra bizim İranın elə 1-ci əsrində, Roma tarixçisi, həm də ki, sərkərdəsi olmuş İosif Flavinin məlumatına görə, İmperator Tiberi, uşaqlar, İosif Flavinin məlumatına görə Roma İmperatoru Tiberi bir sıra Alban və İber hökmdarlarına pul verərək onları Parfiyaya qarşı müharibəyə səsləyirdi. 1-ci əsrdə yaşamış tarixçi və sərkərdə İosif Flavi qeyd edirdi ki, Roma İmperatoru Tiberi müxtəlif Alban və İber hökmdarlarına pul verərək onları Parfiyaya qarşı müharibəyə səsləyirdi. Çünki Parfiya elə Romanın düşmənlərindən biridir. Bizim İranın 2-ci əsrində Roma hökmdarı Adrian Albanlarla dostluq münasibətləri saxlamışdır. Hətta Alman hökmdarlarına qiymətli hədiyyələr də göndərmişdir. Sonra biz bundan başqa qeyd edə bilərik ki, bu dövrdə Roma mədəniyyəti haqqında danışaq, qeyd edək ki, onu da qeyd edik ki, uşaqlar, Romalılarla Albanların münasibətləri bizim İranın 3-cü əsrin ortalarına qədər davam etmişdi. Yəni ki, yəqin ki, daha dəqiq illə desək, 262-ci ilə qədər, çünki 262-ci ildən etibarən artıq Albaniya Sasanlərdən asılı vəziyyətə düşmüşdür. İndi isə keçək mədəniyyəti haqqında danışaq. Elli Yunan mədəniyyəti Atropaten mədəniyyətinə təsir etdiyi kimi Albanlara da təsir etmişdir. Bunu sübut edən faktlardan biri kiremitlərdən istifadə. Elli Yunan mədəniyyəti Albaniya mədəniyyətinə təsir etmiş. Birisi ki, damların üstünü örtmək üçün gildən hazırlanırdı bu kiremitlər. Kiremitdən istifadə. Daha sonra 1902-ci ildə Şəkinin Böyük Dəhnə kəndindən üzərində Yunan dilində yazılan bir daş kitabə tapılmışdır. Həmin o daş kitabə bizim İranın 2-ci əsrinə aiddir. Həmin o daş kitabənin üzərində Yunan dilində yazı var idi və həmin o yazıda sübut edir ki, Albanlar Yunan yazısı ilə də tanış olmuşlar. Sonra üçüncüsü də ki, elli Yunan mədəniyyətinin Albanlara təsirini sübut edən faktlardan biri də Yunan tanrılarına sitayiş. Yunanların ən çox sitayiş etdikləri Zeus, yəni göy Allahı, Helios, Güneş Allahı və Selena, Ay Allahı. Albanlar bu Yunan tanrılarına sitayiş edirlər. Zeus, göy, Helios, Güneş, Selena, Ay Allahı. Ən çox da sitayiş etdikləri tanrı isə həmin bu Selena Allahı idi. Sonra Albanlar uşaqlar yazı ilə də tanış idilər. Həm Latin yazısı ilə tanış idilər, həm də ki Yunan yazısı ilə tanış idilər. Yunan yazısını qeyd etdik. Bizim İranın, yəni 1902-ci ildə Şəkinin Böyük Dəhnə kəndindən üzərində Yunan dilində yazı həkk olan bir daş kitabı tapılmışdı. Bizim İranın 2-ci əsrinə aiddir. Və bu da sübut edir ki, Albanlar Yunan yazısı ilə tanış idilər. Bundan başqa Albanlar həm də Latin yazısı ilə də tanış idilər. Həmin bu Latin yazısı ilə tanışlıq da bayaq qeyd etdiyim kimi eramızdan əvvəl 65-ci ildə Roma sərkərdəsi Pompey ilə Alban hökmdarı Oros arasındakı məktublaşmanı da qeyd edə bilərik. İkincisi də ki, 84-96-cı illərə aid olan Qobustanda tapılmış daş kitabə də sübut edir Albanların Latin yazısı ilə tanış olduğunu. Qobustan daş kitabəsi sübut edir. Sonra Albanlar uşaqlar çox tanınır dillərə sitayiş etmişlər və Albaniyada artıq eramızın ilk əsrlərindən başlayaraq xristianlıq yayılmağa başladı və ilk xristian məbədi, yəni Cənubi Qafqazın ilk xristian məbədi Şəkinin
Kiş kəndində tikilmişdi ilk xristian kilsəsi. Şəkinin Kiş kəndində tikilmiş Kiş məbədi də deyirlər. Kiş məbədi. Bu Cənubi Qafqazda tikilmiş ilk xristian məbədidir. Albaniyada xristianlıq yayıldıqdan sonra kilsələr tikilməyə başladı. İlk məbəd isə Şəkinin Kiş kəndində tikilmiş məbədidir. Bundan başqa eramızın ilk əsrlərindən başlayaraq Albaniyada şüşə qablar istehsal olunmağa başlanıldı. Eramızın ilk əsrlərindən başlayaraq Albaniyada şüşə qablar istehsal olundu. Eramızın ilk əsrlərindən Albaniyada su dəyirmanlarından da istifadə edilmişdi. Su dəyirmanlarından. Su dəyirmanlarından da istifadə edilmişdi. Sonra Albaniya haqqında nə qaldı? Albanlar, onu da qeyd edək ki, Alban tarixçisi Musa Kalankatlı Albaniya tarixi adlı əsərində Alban hökmdarlarından danışarkən Sak tayfasına məxsus olan Aranın adını çəkmişdi. Hökmdar Aranın adını çəkmişdi. Alban tarixçisi Musa Kalankatlı Alban hökmdarlarından danışarkən Sak tayfasına məxsus olan hökmdar Aranın adını çəkmişdi və bilirsiniz ki, Albaniya dövləti sonralar Arran adlanmışdı. Arran, ərəblər tərəfindən adlandırılmışdı. Arran, Azərbaycan-Şimal arası. Həmin bu Arran adı isə Aran adından götürülmüşdü. Alban tarixçisi Musa Kalankatlı Alban tarixi əsərində bu haqda məlumat vermişdir. Sonra Albaniyada qoşundaş abidələri haqqında da bir qədər danışaq. Bu yeni salınmış bir məlumatdır. Qoşundaş abidələri. Buna qəbir daşları yazaq. Qəbir daşları. Çünki Albaniyada düşmənə qarşı mübarizə aparan sərkərdələrin şərəfinə qoşundaş abidələri salınırdı. Ən çox bu qoşundaş abidələri uşaqlar Zəngəzur mahallının Qarakilsə rayonunda yerləşir. Zəngəzur mahallının Qarakilsə rayonunda bu qoşundaş abidələri var. Zəngəzur mahallının Qarakilsə rayonunda. Və ermənilər həmin bu abidələrin adlarını saxtalaşdırmaqda hələ də davam edirlər. Sonra Alban ilahəsi haqqında da qeyd edək. Alban ilahəsi. 1-ci minilliyin ortalarında Lənkərandan tapılmışdır. Qızıldan düzəldilmiş Alban ilahəsi heykəli. Lənkərandan tapılmışdır. Eramızdan əvvəl 1-ci minilliyin ortalarına aid olan qızıldan düzəldilmiş Alban ilahəsi. Sonra Klavdiya Eliana deyir ki, Xəzər dənizində Şişburnu adlanan balıq tuturlar, onu duzluyurlar, ekvator şəhərinə göndərirlər, onun piyindən sürtkü yağı, iç salatından isə yapışqan hazırlayırlar. Sonra xalçaçılıqla məşğuldular, xalça, kilim toxu xarici ölkələrə göndərildi. Sonra Albaniyada puldan da geniş istifadə olunurdu və Albaniya arasında tapılmış ən qədim pullar Makedoniya İskəndərin adından kəsilmiş gümüş pullardır. Lakin kənardan gətirilən pullar tələbatı ödəmədiyinə görə eramızdan əvvəl 3-cü əsrin birinci yarısından etibarən Albaniyada yerli pullarda kəsilməyə başlamışdır. Bu Albanların Atropatinadan fərqli cəhətidir. Yəni oxşar cəhəti odur ki, həm Albaniyada, həm Atropatinada tapılmış ən qədim pullar Makedoniya İskəndərin adından kəsilmişdir. Fərqli cəhəti budur ki, Alban hökmdarların özlərinin adına da pullar kəsilmişdir. Bu da Alban hökmdarlarının möhkəmliyini, iqtisadiyyatının güclü olmasını sübut edir. Demək olar ki, Albaniya haqqında şuna bu qədər. Sağ olun.